Salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Bugün 14 fevral, 14 fevrala özəl bir seminarımız var, bir təlimimiz var. Həm şəxsi inkişafla bağlı, həm psixoloji şuuraltımızla bağlı bir təlim olacaq və inşallah mən ekran paylaşımını açıram. Hər biriniz xoş gəldiniz. YouTube'da biraz geç paylaşılır, amma onu işləyib mən paylaşıram. Qaçırdanlar yenidən izləmək üçün oradan baxa bilərlər. İndi isə ekran kaydını mən açım. Aha. Yəqin ki, ekran kaydı görünür. Yəni PDF-lər görünür. Aha, orada qeyd etmişsiniz ki, görünür və mən bir şeyə də izahat gətirmək istəyirəm ki, bəzi xanımlarımız, yəni bəzi qoşulan iştirakçılarımız orada qeyd etmişdi ki, yazılar balaca şriftlərdir, mən böyütdüm, amma tam bilmirəm ki, indiki şrift necə görünür, yəqin ki, yaxşı olar. Biz mövzunu çox uzatmadan başlayaq, çünki Zoom-un limiti qısıtlıdır, limitli vaxt var. Şuuraltı barədə biraz danışmaq istəyirəm. Psixoloji olaraq bu dəfə danışmaq istəyirəm. Məsəl üçün, insan bir şey bilməmişdən, özü haqqında bir şey bilməmişdən əvvəl seçim eləyə bilməz. Hansı sahədə olur olsun, nə üzrə olur olsun seçim eləyə bilməz. Məsəl üçün, burada qeyd etmişəm ki, özünü tanımaq üçün hardan başlayırıq? Özünü tanımaq sadəcə mən kiməm demək deyil, sualına cavab tapmaq deyil, həyatımızın hər anını, yəni ki, münasibətlərimizi və seçimlərimizi şuurlu şəkildə müşahidə etmək deməkdir. Yəni ki, belə izah edeyim, siz seçim edərkən, münasibətinizi seçərkən və yaxud da hər hansısa bir seçim edərkən, universitet olsun, münasibət olsun, iş olsun, sonra hər hansısa adi bir əşya alarkən, telefon alarkən və yaxud da nə bilim, hər saniyə seçim edərkən siz artıq şuuraltı olaraq seçim etmiş olursunuz və bu münasibətlərə də çox əlaqəlidir. Şuurlu şəkildə iki seçim növü var. Şuurlu və şuuraltı. Biz birinci şuuraltından qalxaraq şuurlu seçimlərə, əgər vaxtımız çatarsa qalxacaq. Və inşallah da ki, bu təlim sizin üçün faydalı bir təlim olar. İnşallah özünüzdə bəzi dəyişimləri, bəzi şeyləri dəyişmiş olarsınız. Yəni ki, özümüzü tanımağa başlayarıq, belə deyim. Özünü tanıyan insan yalnız öz emosiyalarını anlamır, həm də başqaları ilə münasibətlərini, seçimlərini və həyatındakı davranış nümunələrini daha şuurlu şəkildə idarə edə bilir. Sevdiyimiz insanlar, onlarla qurduğumuz münasibətlər, çəkildiyimiz xarakter tipi və hətta etdiyimiz kiçik seçimlər. Bayaq girişdə də qısa bir izah vermişdim bu barədə. Etdiyimiz kiçik seçimlər, bütün bunlar daxili dünyamızın əksidir. Yəni ki, şuuraltı olaraq hələ birinci şuuraltı seçimlərimizdən danışırıq. Ondan sonra şuurlu şəkildə etdiyimiz seçimlərdən. 14 fevral Sevgililər günü, yəni ki 14 fevralın məqsədi Sevgililər gündür və bu gün yalnız romantik bayram kimi görünə bilər kənardan. Amma əslində 14 fevral Sevgililər günü yalnız romantik bayram kimi görünə bilər, amma əslində özünüzü və seçimlərinizi görmək üçün bir güzgü təqdim edir 14 fevral. Sevgililər günü, yəni bu da nə deməkdir? Bu gün hədiyyələrdən və romantik jestlərdən daha çox özümüzlə bağlı dərin suallara cavab tapmaq, münasibətlərimizi anlamaq üçün ideal gündür. Romantik seçimlərimiz və davranışlarımızın hər biri uşaqlıqdan və ya şuur altından gələn ehtiyacların, qorxuların və arzuların əksidir. Yəni, seçimlərin daha çoxu ya uşaqlıqda yaşanan travmalardan, ya da ki, şuur altında siz bilməsəniz belə şuur altınıza yerləşmiş bir qorxuların indiki dövrünüzə
keçiş dövrüdür, belə deyim. Hər bir romantik seçim təsadüfi deyil. Biz kimisə sevərkən orada daxili ehtiyaclarımızın izlərini görürük. Bəzən bu ehtiyaclar təhlükəsizlik hissi, dəyər hissi, təsdiq, diqqət və ya sevgi ilə bağlı olur. Məsələn, həmişə soyuq və məsafəli insanlara çəkilirsinizsə, bu daxili təsdiq ehtiyacının əksidir. Yəni ki, tərs psixoloji, belə deyim. Həmişə dominant və güclü tip insanlara yaxınlaşırsınızsa, bu qorunma və təhlükəsizlik instinktinin nəticəsidir. Yəni ki, siz dominant, lider tipli, güclü xarakterli insanlarla aranız, münasibətiniz yaxşı olursa və həmişə o seçimləriniz o üzrə olursa, siz deməli qorunma və təhlükəsizlik hissi, təhlükəsizlik duyğusu axtarırsınız. Və əgər həmişə xilas etməli olduğun insanları seçirsənsə, bu özünü dəyərli hiss etmək üçün başqasına ehtiyac duyduğunu göstərir. Yəni ki, biz bir insanları xilas edəndə, birinə kömək edən zaman biz özümüzü dəyərli hiss etmiş oluruq. Yəni ki, bəzi şuuraltı seçimlərin verdiyi nəticələrdir. Sevdiyiniz insan sizə hansı hisslər yaşadır? Onun xüsusiyyətləri niyə sənin diqqətini çəkir? Bu iki sual praktiki sualımızdır. Onlara cavab tapsanız, cavablarınızı şərh bölməsində bildirsəniz çox sevinərdim. Həm də ki, sizin özünüz üçün fərqli bir praktiki addım olmuş olardı. Sevdiyiniz insan sizə nələri yaşadır? Onun xüsusiyyətləri niyə sənin diqqətini çəkir? Ondan sonra münasibətdəki davranış nümunələri sənin uşaqlıqdan gələn qorxularını və ehtiyaclarını necə əks etdirir? Həqiqətən özünü hiss etdiyin kimi göstərə bilirsən, yoxsa daxili qorxuların və ehtiyacların səni müəyyən davranışlara yönəldir? Bu suallara cavab tapmaq, yəni onun izahına keçməmişdən əvvəl, onun davamına keçməmişdən əvvəl belə bir izah verim. Yəni ki, siz o etdiyiniz davranışları, hətta aldığınız hədiyyələrdir, sizin verdiyiniz hədiyyələr və sizin qəbul etdiyiniz hədiyyələrdir. Onların hamısı sizin yəni şuurlu şəkildə etdiyiniz seçimlərdənmi gəlir, yoxsa şuuraltı şəkildə etdiyiniz seçimlərdənmi gəlir? O suallara da öz içinizdə cavab tapsanız, siz artıq yolun yarısını qət etmiş olursunuz. Bu suallara cavab tapmaq romantik münasibətlərin və seçimlərimizin əslində daxili xəritəmizi necə açdığını göstərir. Yəni, belə desək, bədən dili jestlərimizi göstərir, fizionomi üz quruluşumuzu və üz cizgilərimizdən xəritəmizi göstərir, yaşantılarımızı göstərir, hərəkətlərimizi ifadə edir, duyğularımızın hərəkətlərimiz qarşılığında ifadə olunmasıdır və bu artıq etdiyimiz seçimlərdə şəxsi inkişaf yönümdən və şuuraltı olaraq psixoloji yönümdən nə dərəcədə ideal bir tip olduğumuz barədə xəritəmizi göstərir, açıqlayır. Seçimlərimiz xarakterimizin açıq bir göstəricisidir. Münasibətlərdə təkrarlanan paternlər, o paternlər də nədir? Onların da aşağıda izahını verəcəm. Partner yox, partner ayrıdır. Partner yəni partnyordur, o ayrı. Bir də patern, o da ayrıdır. O ikisinin fərqi var. Partnerin cütlükdür, yəni partner cütlükdür, yəni partnyor. Cüt, yoldaş kimi, belə deyim, partnyor. Tərəfdaşınız kimi, amma patern isə ayrıdır. O, keçmiş təcrübələr, keçmiş travmalar, keçmiş yaşantılar kimi ifadə olunur. Aşağıda daha geniş izahı var, onu izah edəcəm və bəzi praktiki nümunələr də verəcəm. Siz ondan istifadə edə bilərsiniz. Və ehtiyacınız olduğu zaman bu video qeydini açıb izləməyinizdə tövsiyə olunur. Paternlər, davranışlarımız, reaksiyalarımız, bütün bunlar kim olduğumuzu göstərir.
necə başlayır və necə bitirdi? İlk sual budur. Özünüzə verməli olduğunuz ilk sual. O yuxarıdakılar praktikaydı bu, amma paternlərlə bağlı özünüzə verməli olduğunuz sualdır. Münasibətiniz necə başlayırdı və necə bitirdi? Və yaxud da necə davam edir? Bitirdi deməzdim. Bitməyib davam edən iştirakçılarımız da ola bilər. Burada var hətta. İndi ona və necə davam edir? Bu qeydləri götürərək həm xanımlar, həm bəylər həm özləri üçün, həm cütlükləri üçün, yəni necə davam etdiyini, necə formalaşdığını qeyd edə bilərlər. Həmişə eyni tip insanlara çəkilirsiniz, yoxsa fərqli-fərqli insanlara çəkilirsiniz? Yəni çəkilirsiniz deyəndə mən sizi cəlb edir. Sizə yaxın gələn insanlar həmişə eyni formada mı olur, eyni xarakter tipində? Tip deyəndə, yəni görkəmcə demirəm, zahiri demirəm, daxili tipdə. Yəni ki, xarakter cəhətdən. Yəni xarakterik olaraq eyni insanlarla mı cəlb edir sizi, yoxsa fərqli tiplərdə insanlar, fərqli xarakter tiplərində insanlar mı sizi çəkir? Münasibətlərdə çox fəda edən tərəf olursunuz, tərəfsiz olurdunuz və yaxud da olursunuz, yoxsa qəbul edən tərəf? Yəni ki, razılaşan tərəf, mülayim olan tərəf, olumlu davranan tərəf. Məsəl üçün, siz nəyə bağışlayırsınız və nəyə dözmürsünüz? Yəni, indiki zamanda da ola bilər o suallar. İndi baxır o sizin münasibətinizə və sizin psixoloji olaraq şuur altından gələn cavablarınıza. Yəni siz özünüz o cümləni düzəldib yazmaq istəsəniz belə, o artıq ilk nə yazsanız o şuur altınızın verdiyi nəticədir. Mən bura dözmürdünüz yazmışam, bəlkə siz dözmürsünüz yazacaqsınız, o artıq səhv deyil, o artıq psixoloji olaraq gələn bir beynin göndərdiyi siqnal nəticəsində yazılmış bir bədən dilimizin bir özəsidir, belə deyim. Yəni, ondan sonra bu sualları cavabladıqdan sonra bu paternlər təsadüfi deyil. Beyin tanış olanı seçir. Sakit və stabil münasibət bəzən darıxdırıcı görünür, amma indi mən bunların izahını verəcəm ki, niyə dram dolu münasibət sizə həyəcan verici görünür. Özünüzü tanımaq üçün nəzərə alınması vacib olan məqam bunlardır. Hər münasibət sizin özünüzü və davranışlarınızı tanımaq üçün bir dərsdir. Münasibətlərdə təkrarlanan paternləri analiz etmək və şuurlu olaraq bu paternləri dəyişdirmək mümkündür. Hər bir seçim və reaksiya sənə özünü tanımaq üçün ipuclar verir. Bu ipucları toplamaq və analiz etmək şuurlu seçim üçün əvəz olunmazdır. Yəni ki, bunun qısa bir nümunəsi də var ki, heç bir insanla münasibətə başlamamışdan, heç bir seçim etməmişdən özünüzü tanımağınız, özünüzü kəşf eləməyiniz və özünüzün zəif və müsbət tərəflərinizi bilməklə heç bu paternləri yaşamadan dümdüz elə birbaşa özünüz kimi bir insanı tapa bilərsiniz. Yəni ki, ilk olaraq insan psixologiyasını bilmir deyə güvənir, münasibətə başlayır və o münasibətdən də axır həmin o paternlər dediyimiz bir hal yaşantı ortaya çıxır. Yəni o şuur altının verdiyi nəticələr, belə deyim, çatlaqlar verməyə başlayır. O çatların da nəticəsində artıq siz sorğulamağa başlayırsınız. Niyə, nə üçün filan belə suallar verməyə başlayırsınız. Onun üçün insan birinci özünü tanımalıdır və özünün mənfi müsbət tərəflərini bilməlidir. Ondan sonra cazibə təkcə kimya ilə izah edilə bilməz. Beyin tanış olan təhlükəsizlik gələcək instinktini aktivləşdirir. Hətta zərərli münasibətlərdə belə beynimiz tanışlıq hissi üçün münasibət siqnalları göndərir. Çünki şuuraltı olaraq buna ehtiyac duyulur. O da ondan ibarətdir ki, onun üçündür ki, siz artıq ona, necə deyim, öz şuuraltınızdakı belə deyim, toksik ilişkiləri, toksik vəziyyətlərinizi, toksik tərəflərinizi bilmirsiniz.
Bu toksik tərəflərində izahım verəcəm nə deməkdir. Sakit və stabil münasibət sizin üçün nə deməkdir? Drama və həyəcan axtararkən hansı daxili ehtiyacla təmin olunursunuz? Sizin üçün uzun müddətli münasibət necə olmalıdır və necə hiss etdirir? Yəni uzun müddətli münasibətiniz varsa necə hiss elətdirir sizə? Bu suallara cavab tapmaq yalnız romantik seçimlər deyil, dostluq, iş və ümumi həyat seçimlərdə şuurlu analiz etməyə imkan verir. Yəni ki, məsələn, mən bayaq dedim, adi bir əşya alarkən, telefon alarkən, geyim alarkən, aksesuar, yəni büjteri alarkən və yaxud qızıl seçimi edərkən, telefon, kompüter seçimi edərkən, elektronik əşyalarda, yəni onun içinə aiddir, seçimi edərkən bu suallara cavab taparaq bu seçimləri etsəniz, doğru seçim etmiş olacaqsınız. Sonra evə gətirəndən sonra mən bu əşyanı bəyənmədim deyib geri qaytarmaq etməyəcəksiniz. Özünüzü tanımadan münasibət qurmaq təkcə qarşı tərəf deyil, həm də özünüzü incidirsiniz. Özünü tanıyan insan münasibətlərində şuurlu olur, yəni ki, şuurlu seçimlər edir. Və özünü tanımayan isə ya yapışan ya da qaçan rolda olur. İndi yapışan rolda nədir deyəcəm. Və kölgə tiplərimiz nədir? Neçə növ münasibət tipləri var, insan neçə növü var, onları da izah edəcəm. İndi ümid eləyirəm, inşallah onu bu qeyddə qeyd etmişəm, bu PD Word proqramında qeyd etmişəm. Çünki yazılar həddindən artıq çox qeydlər götürmüşdüm, bilmirəm hansını yazmışam, hansını yox, unutmuşam deyəsən. Məsələn, dəyərləriniz nədir? Qırmızı xətləriniz hansılardır? Sevginizi necə göstərsiniz? Tərk edilmə və ya yaxınlıq qorxunuz varmı? Bu sualları cavablandırmadan münasibət qurmaq və yaxud da hər hansısa bir seçimi etmək, adi sıradan bir seçim etmək belə şuurlu olmayan seçimlərlə həyatımızı formalaşdırmaq deməkdir. Öz münasibətlərinizdə hansı vəziyyətdəsiniz? Öz münasibətlərində hansı vəziyyətlərdə qaçan oldunuz və yaxud da hansı vəziyyətlərdə yapışan? Bu nümunələri yazaraq analiz etmək daxili şuuru artırır və 14 fevral romantik jestlərdən ibarət, jestlərdən əlavə özünüzlə dərin suallara cavab tapmaq üçün ideal gündür. Mən kimə çəkilirəm və niyə? Münasibətlər mənim üçün nə öyrədir? Sevgimi necə göstərirəm? Mənim üçün sağlam münasibət necədir? Özümə qarşı münasibətim necədir? Yəni sizin özünüzə qarşı özünüzün münasibətiniz necədir? Bu suallara cavab tapmaq yalnız romantik münasibətlər deyil, bütün həyati seçimlərində şuurlu analiz etməyə imkan verir. Bütün həyati seçimlərinizi analiz etməyə imkan verir. Özünüzü tanımaq yalnız sualları yazmaq deyil, daxili müşahidə və davranışın şuurlu şəkildə təhlil edilməsidir. Hər gün 10 dəqiqə qeyd edərək, bugünkü hisslərim nə idi? Yəni ki, siz bugün nə hissləri yaşamısınız? Yuxudan oyanandan, axşam yatana qədər ki, anlarınızı qeyd edərək, anlarınızı düşünərək, qeydlər apararaq həm hisslərinizi idarə edə bilirsiniz, həm də ki, o hisslərin səhərki günə, sabahki günə necə reaksiyalar, o hisslərlə daha doğrusu necə reaksiyalar verəcəyinizi artıq bilmiş olacaqsınız. Reaksiyalarımı niyə belə göstərdim? Yəni ki, burada çox sakit olmalıydım, amma niyə hisslərimi idarə edə bilmədim və yaxud da tərsinə burada cavab verməliydim, amma niyə çox sakit durdum? Onlara artıq cavab tapacaqsınız və şuuraltı olaraq etdiyiniz seçimlər də olar. Keçmiş romantik və ya dostluq münasibətlərinin patternlərini analiz et. Yəni yaşantılarını, yaşanmışlarını analiz et və ən vacib dəyərlərini yaz və qərarlarının bunlarla uyğunluğunu qiymətləndir. Yəni ki, keçmiş təcrübələrinizdən siz bugün bu seçimləri edirsiniz, yoxsa o keçmişdəki, yəni pattern olanlarla indiki dövrünüzün heç bir əlaqəsi yoxdurmu? Ondan sonra stressdə və qorxu vəziyyətində davranışlarınızı izləyərək şuuraltı patternlərini tanı.
Kağız üzərində ideal münasibətin və şuurlu seçimimi təsəvvür et və vizual güzgü daxili xəritəni açmağa və seçimlərini görməyə kömək edəcək. Yəni ideal münasibətinizlə şuurlu seçimim, o ikisini qeyd edərək onun arasındakı fərqi oxşar və fərqli cəhətlər taparaq bu artıq sizin daxili güzgünüzü, güzgü xəritənizi ortaya çıxardacaq. Sevgi şans deyil, sevgi seçimdir. Seçim isə özünü tanımaqla bağlıdır. Özünü tanıyan insan münasibətlərində daha şuurlu, sağlam və balanslı olur. 14 fevral üçün ən dəyərli hədiyyə özünüzü və başqalarını anlamaq və seçimlərini şuurlu etməkdir. Çünki doğru insanı tapmaqdan əvvəl doğru insan olmaq vacibdir. Təlimi tamamladıqdan sonra iştirakçılar öz davranışlarını və reaksiyalarını anlayacaq, münasibətlərinə daha aydın baxacaq və nəyə ehtiyacınız olduğunu görəcək və seçimlərini daha şuurlu şəkildə edəcəklər. İndi mən sizə nümunə və suallarda nümunə və əks nümunələri qeyd etmişəm burada. Hər bir sual üçün nümunələr və əks nümunələr. Suala nümunə. Əgər mən dram axtarıramsa, hansı daxili ehtiyac bunu göstərir. İzahat, yəni nə üçün bu seçimi edirsiniz? İnsan bəzən romantik münasibətlərdə və ya dostluqlarda dramatik hadisələr, gərginlik və emosional qığılcımlar axtarır. Bu nə deməkdir? Bu yalnız həyəcan istəyi deyil, əksinə daxili boşluqları doldurmaq, uşaqlıqdan gələn qorxu və tərk edilmə hissini təkrar yəni ki, bu hissləri yaşamaqdan qorxmaq və ehtiyat etmək üçün bu seçimləri edirik və bu davranış modelini tanımaq insanın daxili dünyasını anlamağa və şuurlu seçimlər etməyə imkan verir. Yəni bunu praktiki nümunə ilə də göstərim. Yəni ki, münasibətlərdə həmişə mübahisə, küskünlük, partlayışlar olursa, bunu artıq siz buradan artıq gərginlik yaradırsınız və o yaratdığınız gərginliyin də izahatı nədir? Onu əks nümunələrlə göstərəcəyik. Əks nümunə münasibətdə sakit, stabil və empatik yanaşma. Yəni mübahisələr yaranırsa, diqqətini cəlb etmək üçün yaradırsınız. Yəni davadır, partlayışlardır, küskünlüklərdir. Siz qarşı tərəfin diqqətini çəkmək üçün yaradırsınız onu. Amma əksi olarsa, sakitlik, stabil və empatik yanaşma varsa, problemləri açıq və dürüst ünsiyyətlə həll etmək, dramatik reaksiyalardan uzaq durmaq. Və əlavə nümunələrimiz nədir? Hər dəfə tənqidə həddindən artıq reaksiya vermək nədir? Daxili rədd edilmə qorxusudur. Hər dəfə konstruktiv geri bildirim qəbul etmək, daxili güvən və özünə hörmət deməkdir. Yəni ki, hər dəfə siz etdiyiniz işdən tənqid alanda, yəni narazılıq alanda, bu artıq sizin şuuraltı qorxularınızın verdiyi reaksiyadır. Yəni qıcıq olmaq, hissənmək, dalaşmaq, onların hamısı daxili şuuraltı olaraq daxili gələn duyğulardır. Amma yox, təşəkkür edirsinizsə, rəyin üçün, geri bildirimin üçün təşəkkür edib, mən bunun üstündə işləyəcəm deyirsinizsə, bu artıq daxili güvən və özünə hörmət hissi ilə bağlıdır. Həmişə aşırı yaxınlıq, yapışmaq, bayaq dediyim, yəni ki, aşırı yaxınçılıq hissi nədir? İnsanların şəxsi alanına, ya da partnyorunuzun şəxsi alanına girmək nədir? Tərk edilmə qorxusu və daxili boşluqdan ibarətdir bu. Yəni ki, həm fiziki, həm mənəvi alanına girmək, partnyorunuzun şəxsi zamanını bölmək, artıq bu da sizin tərk edilmə qorxusu və daxili boşluq hissinin verdiyi şuuraltından gəlmiş nəticədir. Sərbəst, balanslı münasibət, daxili müstəqillik və emosional stabillik. Yəni ki, siz o insanın həm şəxsi alanına daxil olmadan, həm
xarici, həm daxili alan tanımaq, zaman ayırmaq, şəxsi zamanını bölməmək, bu sizdə artıq daxili müstəqillik və emosional stabillik hissidir. Yəni ki, siz o insandan artıq getməyindən, tərk olunmaqdan qorxmursunuz və şüuraltınız sizə yaxşı mesajlar ötürür. Bunun üçün nə etmək lazımdır? Hər gün münasibətlərinizdə rast gəldiyiniz 3 davranışı yazın və onların arxasında hansı daxili ehtiyacın olduğunu müəyyənləşdirin. Yəni, hər gün münasibətinizdə, cütlük olaraq münasibətlərinizdə yaşadığınız hadisələri yazın və onun sizə verdiyi daxili ehtiyacları müəyyənləşdirin. Sonra əks nümunə ilə müqayisə edin. Yəni ki, bu cür yox, bu cür olsaydı mən nə edərdim? Əgər bu davranışı dəyişsə, münasibətim necə olardı? Yəni, məsələn, münasibətdə çox aqressivəmsə, partnyorumla çox aqressiv davranıramsa, onu dəyişib mülayim davransam, münasibəti necə olardı? Və yaxud da tərsinə, əgər çox sakit, mülayim yox, davakar olsaydım, əsəbi olsaydım, münasibətim necə olardı? Hər iki nümunə ilə də qeyd etsəniz, sizin üçün bütün vəziyyətlərdən çıxış yolu tapmağa kömək edəcək. Ondan sonra keçmişdə zərərli münasibətlərdən dərs almaq nə deməkdir? Zərərli münasibətlər yalnız xatirələr deyil, həm də öyrənmə fürsətidir. Çünki siz onu şüuraltı olaraq, çünki siz psixoloji olaraq öz şüuraltınızı əvvəldən formalaşdırmamışsınız. O da artıq həyatda sizi vura-vura öyrədir. Hər münasibət sənə bir dərs verir, hansı partnerlərin təkrarlanırsa, hansı davranışlar sənə uyğun gəlmir və daxili ehtiyacların hansı hisslərini formalaşdırır. Praktik nümunələr nədir? Keçmişdə həmişə partnerin, yəni cütlüyün sözünü dinləməyib öz fikrindən geri çəkindirirsə, öz səsini qorumaq bacarığını təhlil et. Yəni ki, keçmişdə hər zaman partnyorun qulaq asmayıbsa, öz fikrini deyibsə və sən də artıq öz fikrini dəyişib onun fikri ilə razılaşmısansa, öz səsini qorumaq bacarığını təhlil et. Yəni ki, öz sözünü demək üçün öz güvənini yenidən formalaşdır. Hər dəfə sərhəd pozulurdusa, qırmızı xətləri tanımaq və qorumaq dərsidir. Yəni ki, siz sərhəd qoyursunuz, qarşı tərəfdəki insan bu sərhədləri korlayırsa, o həm fiziki, həm daxili sərhədlərinizi, həm xarici, həm daxili sərhədlərinizi korlayırsa, bu artıq o da yenə özgüvənsizlik problemidir ki, siz sözünüzü tam keçirdə bilmirsiniz, yəni tam ona çatdıra bilmirsiniz. Münasibətlərdə hər dəfə eyni tip konfliktlərlə bitirsə, bu nə deməkdir? Daxili qorxular və həll edilməmiş emosiyaların təkrarıdır. Yəni ki, hansı tip problemlər yaranırsa, şüuraltı olaraq o tip problemləri həll etməmiş olursunuz. Tapşırıqlar nədir? Keçmişdə 3 zərərli münasibəti yazırsınız və hər birində hansı partnerin təkrarlanırdı, həmin partnyor yox, partnerlər, yəni ki, hansı hadisələr. Və həmin partnerinlərin arxasında hansı daxili ehtiyac və qorxu var. Gələcəkdə bu paternləri dəyişmək üçün hansı davranışlar təcrübə edə bilərsiniz? Yəni, bu 4 suala da cavab tapsanız, artıq siz yavaş-yavaş yol xəritənizi hazırlamış olacaqsınız. Ondan sonra əlavə refleksiyalar nədir? Yəni ki, refleksiyada bilirsiniz, həmin davranışda verəcəyiniz reaksiyalar, verəcəyiniz qərarların əlavə nümunələridir. Hər patern üçün qeyd edin. Əgər bu paterni dəyişsəm, gələcək münasibətim necə olacaq? Bu suala cavab tapın. Yəni, bu anı, bu yaşantını dəyişəndə necə olacaq mənim üçün? Bundan sonra nələrlə qarşılaşacağam kimi suallara cavab tapa bilərsiniz və hisslərinizi rənglərlə kodlaşdırın. Bu da çox gözəl bir başlıqdır. Məsəl üçün, qırmızı qorxu hissi deməkdir, yəni həyəcan siqnalıdır, sarı ehtiyatdır və ehtiyatlı olmaq hissidir.
Yəni bəzi yerlərində ehtiyac, bəzi yerlərində ehtiyat. T. Bəzisində c, bəzisində t. Yaşıl da rahatlıq. Bu vizual metod daxili hissləri daha aydın göstərir. Məsəl üçün, sağlam münasibətlər üçün konkret davranışlar, ətraflı açıqlaması. Sağlam münasibət daxili ehtiyacları qarşılayan və hər iki tərəfi inkişaf etdirən davranışları əsaslandırır. Yəni ki, əsas prinsiplər nə deməkdir? Birinci, hörmət. Hər iki tərəf bir-birinin hisslərinə və seçimlərinə hörmət etməlidir. Sərhəd. Şəxsi məkan qorunur, xeyr demək sərbəstdir və xeyr deyildikdə qarşı tərəf buna qıcıq olmur, əsəbləşmir. Üçüncü, yəni düzgün münasibət, yəni sağlam münasibət üçün nələr etməliyik? Konkret davranışlarımız olmalıdır və bu konkret davranışlarımızın da üçüncü variantı nədir? Şəffaf ünsiyyət, hisslər açıq ifadə olunur, gizlətmək yoxdur. Yəni ki, siz bir şeyə acıq hissləndirsə, bir şeyə acığınız getdizsə, onu artıq yəni açıq şəkildə qarşı tərəfə deyə bilməkdir və onun da onunla artıq hisslənib dava çıxartmaq yox, onun nəticədən artıq dərs çıxardıb geri dönüş etməyi, bu artıq şəffaf ünsiyyət və sağlam münasibət deməkdir. Və dördüncü, sevgi göstərmək üsulları. Hər kəs fərqli şəkillərdə sevgi göstərir. Söz, jest, hədiyyə, diqqət, zaman ayırmaq. Yəni ki, hər kəsin üsulu ayrıdır, amma ən gözəl üsul, ilk üsul, yəni ən vacib üsul söz və jestdir. Söz, jest və zaman. Bunları etdikdən sonra birinci sözdür, sonra jestlərdir, hərəkətlər, sonra zaman ayırmaqdır. Zaman ayırmaq da həm də diqqət deməkdir. Yəni, məsələn, ad günlərini unutmamaqdır, özəl günlərdir, tanışma günlərdir, sonra il dönümləridir. Onları unutmamaq artıq diqqətin göstəricisidir və həmin günləri biri var unutmayıb sadəcə hədiyyə almaq, o da diqqətin göstəricisidir, amma tam tamamlamır da. Yəni, o kriteriyalar tam tamamlamır. Amma həmin günü diqqət göstərib yadında saxlaması, ondan sonra sözlərlə təbrik etməsi, yəni ki, belə deyim, bütün gününü və özünü həmin insana, həmin günə, yəni həmin özəl ana həsr etməsi artıq bu sağlam münasibətlərdəki sevgi göstərmə üsullarıdır. Yəni ki, birinci diqqətdir, sonra zaman ayırmaqdır. Yox, birinci diqqətdir həmin gün üçün, özəl gün üçün. Sonra sözlərlədir, yəni təbrik etməkdir, bir mesaj yazmaqdır, bir zəng etməkdir. Ondan sonra jestdir, məsələn, gəlməkdir, bir yana aparmaqdır, ondan sonra hədiyyə almaqdır və ondan sonra bütün gününü həmin insanla birlikdə keçirmək artıq bu zaman ayırmaq deməkdir. Ondan sonra dəstək və empatiya, hər iki tərəf bir-birinə dəstək olur, emosional vəziyyəti anlayırlar. Bu həm əsəbi zamanlara aiddir, həm də ki, bir işə başlayarkən, məsəl üçün tələbədirsə, tələbəyə kömək etməkdir, yəni cütlükdə partnyor. Ondan sonra və yaxud da müəllimədirsə, təlimçidirsə və yaxud da indi bəzi iş sahibləridir, bəzi peşə sahibləridir. Onlara dəstək zaman-zaman lazım olur və dəstək olub empatiya qurduqda artıq sağlam münasibətin təməlləri deməkdir. Və ən əsası problemin həlli bacarığı. Münaqişələrdə kompromis, dinləmə və sülh yolları ön plandadır. Məsələn, kompromis ara qarışmağı deməkdir. Yəni, konfliktlə eyni məniyə gəlmir daha doğrusu. Dinləmə və sülh yolları ön plandadır. Məsəl üçün, sevdiyiniz insanla münasibətdə bu 6 davranışın hansını güclü, hansını zəif edirsən. Yəni, bu 6 saydığımız bu 6 nümunədən
Hansını daha çox edirsiniz və hansını heç etmirsiniz və yaxud da zəif edirsiniz. Hər gün birini təkmilləşdirmək üçün konkret addım atın. Yəni yaratmaq üçün demirəm. Var olanı daha yaxşıya çevirmək üsulu. Ondan sonra 5 günlük planla hər davranışı test et, 5 gün hörmət, 5 gün sərhəd qoruma və s. Ondan sonra əlavə refleksiyalar, yəni ki, əlavə davranış nümunələri münasibətdə hər bir davranışın daxili ehtiyacını necə qarşılandığını yaz. Yəni sizin münasibətlərinizdə davranışın daxili ehtiyacı, yəni ki, məsəl üçün mən bu hərəkət etdimsə bu mənim ehtiyacımdırmı, yoxsa şuuraltı gələn duyğulardırmı? Onları qeyd edərək siz artıq həm özünüzü, həm qarşı tərəfdəki insanı anlamış olursunuz. Ondan sonra hörmət, təhlükəsizlik və özünə güvən, sərhəd, rahatlıq və balans. Sevgi göstərmə üsulları, emosional dolğunluq. Mini refleksiya məşqləriniz nədir? Gündəlik 3 sual. Bu münasibət mənə nə öyrədir və yaxud da nə öyrədib? Praktik nümunə nədir? Münasibət sənə səbirli olmağı öyrədir, yoxsa impulsiv davranışları göstərir? Ondan sonra ikinci sualımız nədir? Bu davranış mənim üçün niyə vacibdir? Çünki praktik nümunə ilə də göstərim. Partnerin diqqət göstərməsi səni rahatlaşdırır, yoxsa asıllıq yaradır? Bunu siz özünüz seçim edəcəksiniz artıq. Ondan sonra üçüncü sualımız. Bu seçim mənim daxili ehtiyacımı mı qarşılayır, yoxsa necə? Onun artıq praktiki nümunə ilə özünüz biləcəksiniz. Münasibətdə hər şeyi bağışlamaq seçimim daxili təhlükəsizlik ehtiyacımı qarşılayır, yoxsa sərhədlərimi pozur? Əlavə refleksiya yenə. Həftəlik yazı. Sualların cavablarını topla. Təkrarlanan paternləri müəyyən et. Cavab yanında duyğu və fiziki hissləri qeyd et. Həyəcan, rahatlıq, narahatlıq, gərginlik. Partnerini rənglə kodlaşdır. Qırmızı stres, bayaq saydığımız kimi, sarı ehtiyac və yaxud da ehtiyat yerinə və məkana görə dəyişir. Yaşıl rahatlıq. Vizual xəritə münasibətdə paternləri kağız üzərində çəkmək daxili şüuru artırır. Yəni ki, suallarınızın qarşısını ya həmin qələmlə yazmaq, cavabı o qələmlə yazmaq və yaxud da həmin karandaşla bir dairə, qırmızı və yaxud da yaşıl dairə çəkərək onun içini rəngləmək. Amma dairə dedikdə çox böyük yox, sadəcə balaca, xırda, iynə boyda, düymə boyda da olar, balaca. Onları qeyd etməklə sizin şuuraltı olaraq yaddaşınızda o qeyd olunmuş olur ki, bu duyğuda bu reaksiyanı verdimsə, deməli artıq bu reaksiyanı çevirib bunu etməliyəm. Ondan sonra tapşırığınız nədir? Hər gün 3 sual yazırsınız, refleksiya edirsiniz və kiçik hərəkət planı hazırlayırsınız. Əgər daxili qorxu aşkar olunursa, səhər və axşam qısa meditasiya və daxili dialoq ilə onu azalt. Yəni siz artıq bu aldığınız nəticələri toplayaraq, aldığınız nəticələrin verdiyi nəticələr daxili qorxulardırsa, səhər və axşam günün 2 saatında və ya yazmamışam, səhər və axşam. Səhər və axşam. Qısa meditasiya və daxili dialoq ilə onu azalda bilərsiniz. Ondan sonra münasibət və seçim paternlərini kağız üzərində xəritələyərək analiz et. Paternlər keçmiş davranışların təkrarıdır ya yox. Rəng kodunuz, daxili ehtiyac və ya qorxular. Ondan sonra 5-ci, təlimin nəticələrini və dərin perspektiv. İştirakçı öz davranışlarını və reaksiyalarını daha dərindən anlayacaq, yəni siz. Münasibətlərinə daha aydın və şuurlu baxacaqsınız. Daxili ehtiyaclarınızı, qorxularınızı və motivasiyalarınızı görəcəksiniz. Seçimlərini şuurlu şəkildə edəcək romantik dostluq münasibətlərində balansı qoruyacaqsınız. Və 14 fevral sevgililər günündə bu təlim yalnız romantik münasibətlər deyil, həm də həyatın hər sahəsində seçimləri daha şuurlu etmək üçün imkan yaradacaq.
Nəticə olaraq, xülasə olaraq mən bunu toparlayacaq olsam, sevgi təkcə hiss deyil, seçimdir. Çünki seçim isə özünü tanımaqdan keçir. Özünü tanıyan insan münasibətlərində daha şüurlu, balanslı və sağlam olur. Doğru insan tapmaqdan əvvəl, tapmamışdan əvvəl, yəni doğru insan olmaq vacibdir. Doğru insanı tapmamışdan əvvəl doğru insan olmaq vacibdir. Ondan sonra 30 günlük mini refleksiya planımız var. Rəng kodu metodu nədir? Qorxu, stres, qırmızı qorxu və stres, sarı ehtiyac və arzu. Bu hissədə artıq bu sarı rəng həyəcan və arzu deməkdir. Bu 30 günlük planda. Bayaqkında ehtiyat və ehtiyac idi. İndikində artıq ehtiyac və arzudur. Yaşılda rahatlıq və balanslıqdır. Birinci həftəni başlayacaq olsaq, həddindən artıq tənqidə necə reaksiya verirsiniz? Birinci gün aldığınız tənqidi yazın və ilk reaksiyanı qeyd edin. Düşünməmiş ilk reaksiyanı qeyd edin. Yəni hissinizdən gələn reaksiyanı yazın. Daxili ehtiyac mı, yox daxili ehtiyac qorxu mu? Rəngli işarələ əks nümunələri yaz. Məsəl üçün siz bu üç reaksiyadan, bu üçündən hansı reaksiyanı ilk eşitdiyiniz zaman, ilk sizə deyildiyi zaman hansı reaksiyanı verdiyinizi dəftərinizdə və yaxud da vərəqinizdə qeyd edə bilərsiniz. Ondan sonra ikinci gün nələri edəcəksiniz? Eyni davranışı fərqli kontekst. Ondan əvvəl aldığınız tənqidi yazırsınız və ona əks nümunələr yazırsınız. Məsəl üçün, mən bunu etməsəydim, əsəbi yox, sakit, mülayim davransaydım, nəticəsi necə olardı və yaxud da tərsinə, mülayim, sakit yox, əsəbi davransaydım, necə olardı qarşılığı. Onları yazaraq siz artıq özünüzü tam şəkildə bir şəxs inkişaf kursu kimi tanımış olacaqsınız. Ondan sonra ikinci gün eyni davranışı fərqli kontekstdə sınamaq, eyni davranışı fərqli növlərdə sınayın. Yəni ki, məsəl üçün, birindən yenə deyirəm, tənqid aldığınız zaman, məsələn, işdə tənqid aldığınız zaman necə reaksiya verirsiniz, evdə tənqid aldığınız zaman necə reaksiya verirsiniz, dostlarınız arasında tənqid olunduğunuz zaman necə reaksiya verirsiniz, partnyorunuz tərəfindən, yəni cütlüyünüz tərəfindən tənqid olunduğunda necə reaksiya verirsiniz, onların hamısını qeyd edərək, bölmələrə ayıraraq qeyd edə bilərsiniz. Ondan sonra üçüncü gün nə edəcəksiniz? Tənqidə qarşı sakit cavab nümunəsi tətbiq edin. Yəni ki, birinci gün dediyimdən eynidir. Baxın bu. Əks reaksiya, əks nümunə yazmağınız. Yəni, əsəbi yox, mülayim cavab versəydim necə olardı və yaxud mülayim cavab verdirsə, əks reaksiya versəydim necə olardı? Nümunəsi ilə güzgü qarşısında çıxış edərək bilə bilərsiniz. Ondan sonra dördüncü gün. Həftənin hadisələrini yazın, paternlərinizi analiz edin. Yəni ki, dördüncü günə qədər nə etmişsinizsə, nə yaşamışsınızsa, ola işdə, ailədə, partnyorunuzla, valideynlərinizlə və yaxud bacı qardaşınızla, dostlarınızla, indi kim ətrafınızda kim varsa və yaxud da heç tanımadığınız nəqliyyat vasitələrindəki insanlarla, toplumla necə reaksiyalar, necə nələr yaşamısınızsa onları qeyd edərək onların analizini, çıxarışını edə bilərsiniz. Ondan sonra 5-ci gün. Refleksiya nədir? Refleksiya bu davranış mənim inkişafıma necə təsir edir? Yəni 5-ci gün. O etdiyiniz hərəkətin izahını yazacaqsınız ki, bu davranış mənim inkişafıma təsir edirmi, yoxsa əksinə geri mi aparır? Yəni mənfi mi nəticələr qazandırır, müsbət mi nəticələr qazandırır? Ondan sonra 6-cı gün. Əks nümunələr üzərində məşq. Sakit cavab verin və hisslərinizi açıqlayın. Yəni bayaq dediyim kimi A-nı seçmişsinizsə
A-nı yox B-ni seçsəydim nə olardı? B-ni seçmişsinizsə B-ni yox A-nı seçsəydim nə olardı? Yəni ki, antonimini, bir etdiyiniz hərəkətin antonimini seçəndə nə ilə qarşılaşacaqsınız, onları tapa bilərsiniz. Ondan sonra 6-cı gün bunu etdik. Bazar 7-ci gün nə edirik? Bazar günü yox, 7-ci gün. Yəni hansı gündən başlamısınızsa 7-ci gün. Həftəlik yekun tənqidə qarşı davranışım necə dəyişdi? Artıq birinci gün, ilk gündən son günə qədər nə etmişsinizsə, həmin həftənin, birinci həftənin son gününə qədər nə etmişsinizsə, onları artıq qeyd edərək mənfisini, müsbətini yazıb çıxarış edə bilərsiniz. Ondan sonra ikinci həftəyə keçirik. Artıq ikinci həftədə də nə deyirik? Bu artıq biraz daha təkmilləşmiş versiyamızda bizim ilk həftəyə baxanda ikinci həftə daha professionallaşmış, daha özgüvənli olduğumuz üçün daha çətin suallara gedirik və bu çətin sualların ilk sualı necə olur? Münasibətdə dramatik ssenarilər yaratmaq. Bu da çox vacib nöqtələrdən biridir. 8-ci gün. Yəni bazar ertəsi yox, 8-ci gün. Həmin prosesə başladığımızın 8-ci günü. Münasibətdə yaranan gərginliyi yazırsınız və reaksiyanızı rənglə qeyd edirsiniz. Yəni məsəl üçün cütlüyünüzlə, partnyorunuzla və ya yaxud da hər hansısa kimlənsə bir aranızda gərginlik yaşanan zaman necə reaksiya verdiyiniz o yuxarıda saydığım qırmızı, sarı, yaşıl, svet o rənglərlə işarələyərək yaza bilərsiniz. Ondan sonra 9. Dramatik reaksiya əvəzinə sakit yanaşma nümunəsi yaz. Yəni ki, bu vəziyyətdə mən bu reaksiyanı yox, bu reaksiyanı versəm necə olar? Əks reaksiyada, belə deyim, antonim reaksiyamızı qeyd edərək. Ondan sonra gün 10. Sakit və empatik davranışı gündəlik həyatınıza tətbiq edin. Yəni ki, əgər çox gərgin, çox dramatik, çox drama queen, çox gərgin, stresli bir vəziyyətiniz, tələskən vəziyyətiniz varsa, onun tam tərsini, əks reaksiya, antonim davranışları edərək sizin həyatınızda necə dəyişiklik olduğunu qeyd edə bilərsiniz. Və həftəlik paternləri yenidən qeyd edə bilərsiniz. Yəni ki, həmişə eyni tipdə ssenarilərmi olur, yoxsa ayrı ssenarilərmi olur? Onları müqayisə edə bilərsiniz. Müqayisəni qeyd edə bilərsiniz və həmişə eyni ssenarilərmi cəlb edirsiniz. Yəni ki, onların artıq qeyd edərək özünüz üçün müqayisəsini aparıb oradan bir nəticə çıxarda bilərsiniz. Ondan sonra gün 12, 12-ci gün nə edəcəksiniz? Refleksiya, bu dramatik ssenari hansı daxili ehtiyacınızı doldurur. Yəni ki, bu hissi yaşayan zaman, bu cavabı verən zaman, bu hərəkəti edən zaman sizin içinizdə rahatlıqmı olur, yoxsa hansısa boşluqmu dolur, yoxsa gərginliyinizmi azalır, onları qeyd edə bilərsiniz. Ondan sonra 13-cü gün alternativ davranışlar üzrə məşq, balanslı cavablar verin. Yəni ki, bayaq dediyim kimi əks cavablar, əks reaksiyaları yox, yəni onlar da var və yaxud da elə antonim reaksiyaları yox, sinonim reaksiyalar da verə bilərsiniz. Yəni ki, həmin hərəkətə uyğun, məsələn, əsəbisinizsə, əsəbi olaraq yenə də əsəbi qala bilərsiniz, amma həmin insandan səsinizin tonunu qaldırmadan danışıb həll eləyə bilərsiniz. Əsəbiliyiniz yenə yerində qala bilər, amma bu alternativ davranışlarda, amma səs tonunuza diqqət edərək. Amma o birində biz dedik ki, əsəbiliyimiz də artıq sakitliyə çevirib cavab verməliyik. Amma burada həm əks reaksiya tapmalıyıq, yəni sakit həll eləməliyik. Həm də ki, onu edə bilməyən zaman, əsəbi olan zaman səsimizin tonunu qaldırmadan necə
əsəbi olsaq belə necə sakit reaksiya verəcəyimizi tapa bilərik. Tapmalıyıq daha doğrusu. Ondan sonra 14-cü gün həftəlik yekun. Bu artıq ikinci həftənin bitişi deməkdir. 14-cü gün 7-7. Həftəlik yekun münasibətlərdə emosional balansınız necə dəyişdi? Yəni ki, bu 2 həftə içində yaşadıqlarınız və keçmişdə yaşadıqlarınızı müqayisə etdikdə siz necə bir dəyişim yaşamısınız, onları qeyd edərək özünüzdə suallara cavab tapa bilərsiniz və üçüncü həftə nədir? Aşırı yaxınlıq axtarışı, yəni ki, yapışmaq hissi, özəl alana müdaxilə hissi, belə deyim. Bizim zoomumuzun bitməyinə artıq 10 dəqiqəmiz qalıb. 15-ci gün. Əgər 15-ci günü də bitirib hansı hissələrimiz qalarsa, gələn dərs emosional hisslərin tanışlığı hissi olacaq. Tanışlığı hissəsi olacaq. Orada da geri qalan hissələri birlikdə müzakirə edə bilərik. 15-ci gün nədir? Gün ərzində yaxınlıq ehtiyacı hiss etdiyiniz anı yazın. Yəni ki, istəyir dostunuza, istəyir valideynlərinizə, istəyir ailənizə, istəyir partnyorunuza, istəyir uşaqlarınız varsa, evlatlarınız varsa onlara, yəni sizin yaxınınız, belə doğmanız kimdirsə, ona hiss etdiyiniz darıxmaq hissi olsun, yaxınlıq hissi olsun, yanında olmaq hissi olsun, onları qeyd edərək artıq siz bir növ o hissinizi bastırmış olmayacaqsınız, amma o hissinizi əvəz etmiş olacaqsınız. Ən azı dilləndirdikdə artıq o hissi tam olaraq, necə deyim, içinizdə qalıb sizi narahat etməyəcək, belə deyim. Əgər sizin bu verəcəyiniz cavablar səsli şəkildə ifadə edə bilmirsinizsə, iş mühitidir və yaxud da dərsdir filandır, nəyəsə görə səsli ifadə edə bilmirsinizsə, önünüzə bloknot götürün, bloknot alın, not dəftəri kimi. Bloknot alın, onu qeyd edin və bütün gün onu üzərinizdə saxlayın. İstəyirsiniz açarlı olsun, istəyirsiniz kodlu olsun, istəyirsiniz kodsuz olsun, istəyirsiniz dəri olsun, istəyirsiniz nə cür istəyirsiniz. İstəyirsiniz xanımlardırsa Barbie ala bilər, oğlanlardırsa hər hansısa bir futbolla bağlı bir aksesuarlı dəftər ala bilər. Tutduğunuz komandalar varsa, xanımlar və bəylər, o komandaların dəftərlərini ala bilər. O qələmlərindən, həmin komandalara aid qələmlərindən qeyd edə bilər. Amma siz hansını sevirsinizsə, hansı əşyanı sevirsinizsə, çalışın onda qeydlər aparın. Çünki onu siz gördükcə istər-istəməz onu yazmağa başlamamışdan əvvəl sizə daha çox xoş reaksiyalar verəcək. Yəni sizi sevindirəcək o dəftəri gördükcə, çünki siz onu sevərək almışsınız, sevərək istəmişsiniz. Ondan sonra 15 günü ayın yarısını yekunlaşdırdıq. İndi artıq gəlirik 16-cı günə. Yapışan davranışın əks nümunəsini yazırsınız və rənglə kodluyursunuz. Yəni ki, siz yapışan davranış belə deyim, siz həmin müddətdə həmin insanın ərazisinə, alanına, şəxsi zamanına nə qədər çox daxil olmuş olursunuz. Yəni və yaxud da nə qədər zaman ondan sizə diqqət ayırmasını istəyirsiniz. Yəni o sizə özü diqqət ayırdığı zamandan əlavə siz ondan diqqət istəyirsiniz, yoxsa o sizə diqqət ayırmır, hər zaman siz onun yadına salırsınız, belə deyim, xatırladmırsınız. Onları da mütləq qeyd etməyiniz vacibdir. Çünki əgər siz onun o sizə diqqət ayıra, siz onun yenidən deyirsiniz, xatırladırsınız ki, mənə biraz da diqqət ayır, mənim yanımda qal, mənə xoş sözlərdir, əzizlə filan, deyirsəniz, bu artıq sizin yapışqan, yəni burada da yapışqan qeyd etmişdim.
aşırı yaxınlıq hissi davranışını qeyd etmiş olursunuz. Yəni bu sizin özünüzdən gələn problemdir. E, Sizin özünüzün şuuraltı olaraq və ehtiyac duyduğunuz hisslərin boşluğundan yaranan bir davranışdır. Amma yox, o əgər sizə diqqət göstərmirsə, siz hər zaman ona xatırladırsınızsa, özəl günləri unudursa, özəl günləri siz onun yadına sarsınızsa və yaxud da hər hansısa bir günü, hər hansısa bir şeyi onun yadına sarsınızsa, səhər duranda sabahın xeyri siz mesaj olaraq siz telefonuna göndərirsiniz, axşam gecən xeyrə qalsın siz yazırsınızsa, o artıq o insana, o toksik münasibətə, toksik insana sağ ol deməyin vaxtı gəlib. Yəni hər şeyi siz xatırladacaqsınızsa, o insan sizin həyatınızda niyyət. Yəni belə. Aha, ondan sonra və o həmin münasibəti, həmin davranışı, həmin hissi, anı o həmin üç rəngdən, svetofor rənglərindən istifadə edərək işarələyə bilərsiniz. Ondan sonra 17-ci gün nə edəcəksiniz? Balanslı sərbəst münasibət nümunəsi tətbiq edin. Yəni ki, siz əgər aşırı yapışqan, yəni ki, aşırı sıxıcı yaxınlıq duyğusu ilə münasibətinizə yanaşan birisinizsə, bunun tam tərsi olaraq, əks reaksiya olaraq o insanı yalnız buraxmaq hissidir, o insanın alanına sayğı göstərməkdir, boş zamanlarına daxil olmamaq hissidir. Onları artıq siz zaman tanıyaraq, yəni o yöndən bu yönə keçid edərək necə keçə bildiyinizi yavaş-yavaş bu 17 gün içində nümunə ilə həm yaza bilərsiniz, həm həyatınızda tətbiq etməlisiniz. 18-ci gün həftəlik paternlərinizi analiz edin yenə. Hansı vəziyyətlərdə yapışdım? Yəni ki, hansı vəziyyətlərdə partnyorunuza yaxınlıq hissi duydunuz? Çox yaxınlıq hissi duydunuz, belə deyim. 19-cu gün refleksiya nədir? Emosional müstəqillik mənim üçün necə görünür? Yəni ki, emosional müstəqillik deyəndə nə deməkdir? Duyğuları düzgün şəkildə ifadə etmək, o bir şey istəməyən zaman istəmirəm demək, etmək istəmirəmsə xeyir cavabı vermək, bir yerə getmək istəmirəmsə getmək istəmirəm demək, bir davranışla razılaşmıramsa yox mən bu davranışı sevmirəm demək. Yəni ki, nə hiss eləyirsinizsə onları qarşı tərəfə deməyiniz və bunu dedikdə siz özünüzü necə görürsünüz və qarşı tərəfdən necə görünürsünüz. Ondan sonra 20-ci gün alternativ davranış məşqləri edin. Məsəl üçün sərbəst qalmaq və gözləmək. Yəni həmin insanla bir davranış gözləmək yox. Məsəl üçün bir mesaj yazırlar, sabahın xeyir mesajı. Ondan bir dəqiqə keçir, cavab gəlməyən kimi artıq birini də yazır. Bir dəqiqədən sonra cavab gəlməyəndə yenidən yazmaq. O artıq o insandan cavab gəlmirsə, ya sizə cavab vermək istəmir, ya da ki, belə deyim, hələ yuxudan oyanmayıb. Onun üçün artıq bir 10 dəqiqə, 15 dəqiqə gözləmək və yaxud da artıq o saat, 1 saatı keçdikdən sonra, yəni gün ortaya yaxınlaşdıqda, 12, 1, 2 olduqda artıq və yaxud da axşama yaxın olduqda o insana artıq sağ ol deməyin vaxtı gəlib və özünüzü artıq bu 20 günlük nəticənin sonunda sərbəst buraxmaq vaxtı gəlmişdir. Həm özünüzü, həm onu. Ondan sonra 21-ci gün nə etməlisiniz? Həftəlik yekun münasibətdə sərbəstlik və balans səviyyəsi. Yəni ki, siz qarşı tərəfə nə qədər alan tanıyırsınız, o sizə nə qədər alan tanıyır və münasibətlərinizdə empatiya varmı, yoxmu, o balansı nə qədər tutturursunuz, onların hamısını qeyd edərək dəftərinizdə, o həmin not dəftərinizdə, bloknotunuzda qeyd edə bilərsiniz. Ondan sonra 4-cü həftə, yəni son həftəmiz artıq bununla da
30 günü tamamlamış olacaq. Diqqət cəlb etmək və impulsiv davranışlar. Yəni ki, münasibətdə bunları edən zaman hər bir münasibətdə fərq yoxdur. İstəyir partnyorunuz olsun, istəyir dostunuz olsun, istəyir valideynləriniz olsun, istəyir ailəniz olsun, istəyir uşaqlarınız olsun, istəyir qohum olsun. Yəni kim olur olsun, istəyir iş yoldaşlarınız olsun. Yəni diqqəti cəlb etmək davranışı nə deməkdir və onun nə cürə alternativ varianta çevirə bilərik. Diqqət cəlb etmək üçün etdiyiniz hərəkətlər yazın. Yəni ki, hansı hərəkətlərlə diqqət cəlb etmək istəyirsiniz? Məsəl üçün, yüksək səslə danışaraqmı diqqət cəlb etmək istəyirsiniz, yoxsa yüksək səslə gülərəkmi diqqət cəlb etmək istəyirsiniz, yoxsa etdiyiniz